Neçə dilim yesəz də sizləri əsla kökəltməyəcək tərkibi bol proteinli, bol zülallı dietik pizza reseptini bu gün sizlərlə bölüşəcəm. İlk növbədə doğrayıcıya kəsmik 2 yumurta, yulaf unu, qabartma tozu və duz əlavə edib doğrayıcını işə salırıq. Hazır qarışımı soba listinə yayıb 5 dəqiqə bişiririk. Üzərinə 1 çay qaşığı ketçap, 1 çay qaşığı smetan əlavə edib xəmirin üzərinə çəkirik. Mən pizzanın üzərinə göbələk, pomidor, Holland pendiri, konservləşdirilmiş qarğıdalı və zeytundan istifadə etdim. Həqiqətən çox doyurucu, çox ləzzətli olur. Buyurun siz də hazırlayın. Hazırlayıb yeyən hər kəsə nuş olsun. Videonu bəyənib rəy yazmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.